Namaz İslam dinində imanın sütunu, ibadətlərin ən üstünü və insanla Allah arasında birbaşa rabitə vasitəsidir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub: namaz dinin dirəyidir. Kim onu möhkəm saxlayarsa, dinini möhkəm saxlamış olar. Namaz hicrətin əvvəlində fərz qılınmış, bütün peyğəmbərlərə vacib olan bir ibadət olmuşdur. O, İslamın 5 əsas rükünündən biridir və müsəlmanın gündə 5 dəfə Allaha yönəlməsini təmin edir. Namaz sözünün ərəbcə qarşılığı əs-salətdir. Bu söz həm dua, həm bağlantı, həm də rəhbərlik mənalarını ifadə edir. Yəni namaz sadəcə bir rituallar toplusu deyil, bəndə ilə yaradan arasında canlı bir əlaqədir. Ənkəbut surəsi 45-ci ayədə buyrulur: Quranda sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən namaz çirkin və pis əməllərdən çəkindirər. Namaz insanı mənəvi cəhətdən tərbiyələndirir. Kim qəlbdən namaz qılarsa, onun həyatında fəsad, yalan, haqsızlıq tədricən azalır. Hər səcdə insanı nəfsin qürurundan azad edir və qəlbində təvəzzükarlıq yaradır. Peyğəmbər sallallahu əleyhi və səlləm Meyraz gecəsində Allah tərəfindən namazla şərəfləndirildi. O gecə 5 vaxt namaz fərz qılındı. Müsəlmanlar üçün gündə 5 vaxt namaz sübh, zöhr, əsr, məğrib və işa vacibdir. Namaz həm fərdi, həm də ictimai ibadətdir. Tək qılınanda ruhun təmizlənməsi, cəmaatla qılınanda isə ümmətin birliyi təcəlli edir. Məaric surəsi 34-35-ci ayələrdə belə buyrulur: və o kəslər ki, namazlarını hifz edərlər, məhz onlar cənnətlərdə ehtiram olunacaq kimsələrdir. İmam Sadiq əleyhissalam buyurur: namaz Allahın bəndəyə ən yaxın olduğu andır. Namazda olan kəs, əgər qəlbi ilə də Allahla olsa, artıq onunla danışır. Namaz həm də insanın daxili nizamını qurur. Günün müəyyən vaxtlarında Rəbbinin qarşısında dayanmaq, dünyanın səs-küyünü unudub Allaha yönəlmək ruh üçün təzələnmədir. Bəqərə surəsi 238-ci ayədə buyurulur: namazlara, xüsusilə də orta namaza riayət edin və Allaha itaət üçün ayağa qalxın. Bu gün də namaz insan ruhunu dirildən ən güclü mənəvi silahdır. Ona görə də namazı qorumaq, ona dəyər vermək, imanı qorumaq deməkdir.